Danışır biznes. Bu işi görmək üçün həvəsim vardı. Baxıram, çox səliqəli görsənir internetdə. Mən bu işlə məşğul olmaq istəsəm, mənə nə lazımdır? Biraz belə çox bəsit proses deyil. Məsələn, alternativlərə baxsaq, digər hörgü materiallarına. Biri məsələ necədir? Təbii olaraq belə xam mal olaraq dağdır, dağ mədənləridir. Oradan oyularaq kəsilir, hazırdır. Digər alternativ məsələ necədir? Qum, gil, su ilə qarışdırılır, belə bişirilir, bitdi. Bu isə biraz daha zəhmətli prosesdir və bir neçə xam mal bazasına sahib olmalısınız. Və biraz ciddi investisiyalar tələb eləyir. Azərbaycan çox belə həm coğrafi olaraq, həm iqtisadi baxımdan çox bərəkətli bir torpaqdır, bərəkətli bir zonadır. Uğurumuz bundandır ki, bütün xam mallarımız yerli xam mallardır. Aha. Bəli. Ha, bir də çox maraqlı məsələdir. Yəni siz xaricdən xam mal almırsınız. Demək olar ki, yox. Sadəcə alüminium tozu var ki, yəni qlobal bazarda onun bir sıra bazarları var. Onu istisna etməklə yerdə qalan kvars qumudur, əhəngdir, gipsdir, sırf bunlar, yəni lokal. Və niyə bahadır belə? Bilirsiniz, burada bir istehsal prosesi var. Məsələn, xam malın birinci emal olunması, əldə edilməsi, daşınması və ümumiyyətlə xüsusi bir texnologiya əsasında bu proses baş verir. Yəni resepturasında çox incəlik var, birinci məsələ budur. Sonra hər xam malın ayrı-ayrı emal olunması, istehsal olunması, üyüdülməsi, sonra onların bir şəkildə cəmlənməsi, yəni qarışdırılması. Yəni belə proses olaraq desəm, zaten bunun texnologiyasının özü kifayət qədər investisiya tələb edən bir prosesdir ki, bu texnologiya qurulduqdan sonra istehsal asandır əslində. Məsələn, istehsal iki yerə bölə bilərik. Buradakı 4 komponent var. Kvars qum, gil, kvars qumu, əhəng, gips, sement bir qarışdırılır. Bayağı bir prosesdir, günün bir yarımını alan bir prosesdir. Digər hissədə isə alüminium tozu ilə su qarışdırılır və ən sonda isə bunlar hamısı belə avtoklav dediyimiz böyük bir mexanizmdir. Yəni su buxarı altında, yəni təzyiq altında görüşürlər. Bəli, görüşürlər və orada bərkiyir. Bu prosesin özü 12 saatdan çox vaxt alır, təsəvvür edin. Yəni bütün istehsal prosesi bitdikdən sonra sadəcə məhsulun gözlənməsi, bişib hazır hala gəlməsi 12 saat təsəvvür edin, yəni. Yəni bizim bir məhsulu xam mal mərhələsindən hazır mərhələyə gəlməsi üçün 4 günə yaxın vaxtımızı alır. Və bunun nəticəsində bayağı bir zaman gedir, investisiya gedir, işçi qüvvə gedir, işıqpulu gedir, kommunal xərcləri işləmirik, yəni düşünün də. Biz ümumiyyətlə bunu bizim istehlakçılarımız, bizdə əməkdaşlıq edəcək satıcılar deyək buna, satış nöqtələri sahibləri, tikinti şirkətləri bu prosesləri düşünməyinə gərək yoxdur. Biz asanlaşdırmışıq hər şeyi. Yəni biz sadəcə məhsulu onlara təqdim edirik bu dəqiqə ki, insanlarımız xoşbəxt olsunlar və daha huzurlu, daha belə deyim, ekoloji təmiz, yəni sağlam bir gələcəyə sahib olsunlar. Çünki məhsulun özü, yəni rütubətin qarşısını alır, canım sizə desin, kommunal xərclərə qənaətə imkan verir. Daş yun da eyni şeydir də. Məsəl üçün bunun daş yundan fərqi nədir? Daş yun sırf izolyasiya məhsuludur və o belə deyim, son istifadə məhsuludur. Yəni belə deyək, hazır binanın, hazır bir məkanın fasadını izolyasiya etmək üçün və yaxud da ara kəsmələri izolyasiya etmək üçün istifadə olunur. Yəni əlavə material kimi bir hörgü materialı olur və onun üzərinə vurulur. Yəni qazabeton isə buna ehtiyacı yoxdur. Yəni təbii olaraq tərkibindəki komponentlər və o məsamələr sayəsində özü izolyasiya xarakterinə malikdir. Yəni bunun üzərinə əlavə bir izolyasiya materialına, əlavə bir şeyə ehtiyacı yoxdur. Və daha belə xüsusi üstünlüyü isə heç bir suvaq, əlavə qatqı bir şey prosesinə ehtiyac olmadan ağardaraq bildiyiniz asma özlük çəkərək çox rahat şəkildə minimum maya dərinə, yəni gözəl məkanlara sahib olursunuz yəni. Hətta o suvağa falan verilən pul onsuz da belə çıxır da. Belə başa düşdüm. Yaxşı, biz indi bunun qiymətini soruşarıq Rəhman, amma mən belə başa düşdüm ki, bu izolyasiya verir, onda belə çıxır ki, mənim yaşadığım binada bu daşdan istifadə olunmuyor. Çünki qonşularla faktiki olaraq gündəlik təmasdayıq. Virtual. Bəli. Bayramlaşırıq hətta və qonşularımın ad gününə vaxtsa mən bilirəm. Bəli, səmimi ab-hava var. Bir də mehriban edir, amma sizin daş isə mən belə başa düşdüm ki, qonşular bir-birinə ikisidir. Yox, söz əsasında siz bunun üstünlüklərindən bir balaca da bizə deyin, çünki çox maraqlı gəldi. Yəni izolyasiya ən əsas da bu günləri tikilən binaların ən böyük problemlərindən biri də odur ki, iki mənzil arasında nə baş verirsə, hamısı ortalıqdadır. Yəni bir digər mənzilin sahibi də bilir.
bu məsələdə sizin daşların üstünlükləri nədən ibarətdir? Yəni həqiqətənmi səs boğucudumu, izolyasiya keçir, yoxsa bu barədə zəhmət olmasa istəyirəm daha ətraflı deyəsiniz bizə. Çox maraqlı nüanslara Və toxundunuz. xahiş eləyərəm ki, daha doğrusu xahiş edirəm ki, sonda bizə deyin ki, misal üçün tikinti şirkətləri nəyə görə məhz bu sizin daşı almalıdır və nədə qənaət edirlər? Çox gözəl nüanslara toxundunuz. Məsələləri daha sürətləndirək və mən izah edeyim. Səs izolyasiyası məsələsi, düzdür, hamımızın böyüdüyümüz, bu günlərə gəldiyimiz o proses, yəni eyni abu-hava səmiyyətdən doğub yaranır. Bu gün biz ona biraz məhdudiyyət qoyuruq. Qazbeton məhsulu yüksək səviyyəli səs izolyasiyasına belə sahibdir. Yəni real və nəzəri praktikada göstərilir ki, 65 desibelə qədər səs udma imkanı var. Yəni bu deməkdir ki, yəni qonşularda rock konsert belə olsa, yəni TV-lərini maksimum səsə belə qoysalar, bu sizə mane olmayacaq. Yəni siz öz övladınızın yatmağına, sizin huzurlu şəkildə yaşayışına davam etməyinə heç bir maneçilik yaratmır. Və bu özəllik hal-hazırda ölkəmizdəki istirahət mərkəzlərində, otellərdə, mehmanxanalarda və digər kurort zonalarında aktiv surətdə. Bu gün tanıdığınız, bildiyiniz böyük layihələrin demək olar ki, 80%, 90%-i qazbeton məhsulunun nəticəsidir. Onlarla hörülür, sırf bu xüsusiyyətinə görə. Bundan əlavə isə günümüzdə premium rezidensiyalar dediyimiz, biraz daha orta və yüksək segment deyək hal-hazırda, yəni bir innovativ bir dönəmdəyik deyə, hal-hazırda onlarda böyük tələbat var. Hal-hazırda geniş sürətdə istifadə olunub və ölkədə gördüyünüz bütün böyük layihələr demək olar ki, məhsul nəticəsidir. Çünki burada tikinti prosesinə də qənaət var. Bu həm zaman qənaətidir, həm də maliyyə qənaətidir. Zaman qənaəti zaten məhsulun özünün belə quruluş olaraq belə xüsusiyyətləri deyim ki, ölçüləri çox böyükdür. Yəni təxmini 60 sm uzunluğunda 25 hündürlük, en ölçüsü isə 10 sm, 15, 20, 25, 30 və 40 olaraq dəyişir. Bu isə istehsal prosesinə, yəni bir binanın hörülməsinə sərf olunan zamanı deyib ki, hardasa 50%-dən çox real praktikada qənaət etməyə imkan verir. Bu 50%-dən çox tikinti müəssisələrinə sərf etdikləri zamana, əlavə xərclərə, təbii ki, orada bir proses var, işçilərin saxlanılmasına, logistikaya, bunların hamısına qənaət etməyə imkan verir. Bu birinci məsələdir. İkinci məsələ isə daşların, yəni blokların özü zaten ölçü olaraq yüngül olduqları üçün daha belə sürətli getdiyi zaman yəni tikinti prosesi sürətli gedir və bundan əlavə də bir kvadrat düşən pay olaraq alternativ hörgü materiallarından 50% daha yüngül olur çəki olaraq. Bu isə son nəticədə binalara, belə məkanlara, obyektlərə, onlara düşən yük payını 50%-ə yaxın azaldır. Burada artıq iki məsələ ortaya çıxır. Bu zəlzələ ehtimallarını aşağı salır. Məsələn, deyim ki, zəlzələ prosesləri tektonik zonalarda, məsələn, Yaponiyanı götürək. Zəlzələ baş verdiyi zaman ciddi dağıntılar əsasən binalardakı ağır yüklərdən ibarət gəlir. Yəni binaların ağırlığından irəli gəlir. Onlarda dağılmaların daha sürətli olması. Məhz buna görə də hal-hazırda demək olar ki, Yaponiya 80% bu daşdan istifadə edir. Və yaxud da Sakit Okean ətrafındakı ölkələrin çoxusu seismik zonalarda. Çünki bina üzərinə düşən yük həcmi aşağı olduğu üçün dağılma ehtimalı minimum. Üzr istəyirəm, yenə var, amma minimuma enir. Bundan əlavə ümumiyyətlə çəki binaya düşən ağırlıq payı düşdüyü üçün binanın özülünə, təməlinə, betona, armatura əlavə çəkilən xərclər yenə də 50%, 30%-ə qədər binanın həcmindən asılıdır təbii ki. Endirim, yəni qənaət etməyə imkan verir. Yəni bu da üstünlükdür. Bu Azərbaycan məhsuludur da. Əslində bizdə hazırlanır. Mənim əslində sualımın canı var. İxracımız varmı? İxracımız hal-hazırda qonşu ölkələri var. Yəni Rusiya ərazisinə, Gürcüstana varımızdır. Amma belə deyək, bu qlobal bir məhsuldur. Yəni beynəlxalq bazarda təxmini bir əsrə yaxın yaşı var. Yəni daha dəqiq desək, 1920-ci illərdən başlayan bir istehsal prosesidir bu xammal. 20-ci əsrin əvvəllərində Skandinav ölkələrində, daha doğrusu İsveçdə ilk olaraq istifadə edilməyə başlayır. Yəni xam formada, yəni sement, əhəng, su qarışdırılaraq bir məhsul ortaya çıxır. Və bu ilkin olaraq onun bərkliyində, kövrəkliyində problemlər yaşanır və sonra onu təkmilləşdirməyə başlayırlar. 1923-cü ildən 29-cu ilə qədərsə bu tam bugün istifadə etdiyimiz reseptoranı əldə etmiş oluruq. Yəni onun üzərinə alüminium tozu əlavə olunur, qabarcıqlar yaranır.
gips əlavə olunur, möhkəmləndirilir və s. və s. və s. Bunun patenti hansı ölkəyə məxsusdur? Yəni kim fikirləşib bunu ilk dəfə? Varmı belə bir məsələ? Var. Əslində o həmin o İsveç alimi, təəssüf ki, adını deyə bilməyəcəm. Aha. Yəni onu məxsus. Bəli, İsveçrələr fikirləşib. Bəli. İlkin olaraq oradan yaranır. Həmin o şəxsin belə onu təkmilləşdirərək ortaya qoyduğu bir məhsuldur. Amma belə kütləviləşməsi isə məsələn deyə bilərəm ki, Almaniyanın payı daha yüksəkdir. İkinci Dünya müharibəsi dönəmlərində həmin proses daha çox hiss olunur. Niyə? Müharibədən çıxmış ölkələr, qaz problemi, kommunal məsələlər, yəni infrastrukturun dağıldığı bir dönəmdə bu daşın özünün zaten termoizolasiya xüsusiyyəti olduğu üçün artıq evlər bununla hörülməyə başlanır. Bu qaza qənaət etməyə, enerjiyaya qənaət etməyə və heç bir xərc etmədən sadəcə hazır evlərə sahib olmağa sürətli şəkildə imkan verir. Və bu Almaniyada boom dövrünə gətirib çıxartdı ki, bugün Almaniyada təxminən 60-70% tikintilər bu məhsulun nəticəsidir deyə bilərəm. Danışır biznes. Bir də bu məhsulların Cavid tanıtımı olmalıdır da. Bu marketinq tərəfləri var. Bayaqda məhsulun keyfiyyətindən danışırıq, amma Saday bəyin öz əsl işindən danışmırıq. Mən sənə deyim ki, hələ bu marketinqdir səhərdə. Başımıza. Yo, həqiqətən də Saday bir məsələni amma vurğulamadıq. Bu məhsulun qiyməti neçədir? Bəli, gəldik əsas məsələyə. Çünki əsas məsələ budur. Okey, biz bilirik bu ekoloji cəhətdən təmizdir, səs keçirməsi, qənaət edir. Tikintidə fərqi yoxdur. Hətta bağ evlərinin tikənlər də bundan istifadə etsələr, məncə bir çox məsələlərdə qənaət edəcəklər. Sonradakı məsələdə ki, hansı ki, onlar gözü görünməyən məsələlərdir. Misal üçün, bayaqları biz reklam ərəfəsində söhbət edirik Sadayla. Misal üçün, yay vaxtı sən kondisionerə, belə deyək də, istifadə etdiyin enerji və s. və axır, hətta buna da qənaət edir. Çünki mən belə başa düşürüm, bu daş içində, evin içində həm istili, həm soğuluğu normal saxlayır. Okey, qiymət. Qiymət 96 manat plus ƏDV-dir. Bu şəkildə dəyişir. İşin marketinq tərəfinə gələndə, ümumiyyətlə, belə deyim, biraz marketinq çox belə spesifik sahədir. Belə hər şəxsə, hər alış qrupuna bir individual yanaşan bir prosesdir. Yəni marketinq. Əslində məntiqi də budur. Cari vəziyyətdə bu günə qədər biz korporativ satışlar əsasında, yəni çünki belə sənaye xarakterli bir məhsul olduğu üçün industrial deyək. Bu fokuslu çalışılıb bu günə qədər. Amma hal-hazırda şəhərimizin tikinti materiallarının satıldığı nöqtələrdə, bazarlarda bizim satış nöqtələrimiz var artıq. Yəni dinləyicilərimiz, bütün dəyərli dinləyicilərimiz, hətta dialoqu davam etdirsək, bu radioda bu gün yaxınlaşa bilən hər kəsə biz xüsusi endirimlə təklif edə bilərik. Həm məhsulumuzla tanış ola, inanmıram tanımayan kimsə olsun. Çünki kütləvi satılmaqda olan və kütləvi olaraq bütün binalarda gördüyümüz məhsuldur. Yox, görmüşük. Biz hər dəfə də reklamlarda eşitmişik ki, qaz beton filan, sadəcə biraz mahiyyətinə varmamışıq. Niyə? Çünki ev tikməyə lazım olanda ya adi bir kərpic, ya daş, ya betondan istifadə olunubdu. O baxımdan. Mən sizdən soruşmaq istəyirdim ki... Xahiş edirəm, türkan daşı olsun. Bu məsələ var, bunu da... Mən sırf ona görə soruşmaq istəyirəm ki, siz nə düşünürsünüz? Bizdə bu fikri dəyişmək üçün ki, bax, bunun sonraki mərhələdə də ev tikilib bitəndən sonra da sizə faydası var, qənaət eləmiş olacaqsınız. Bax, bunu bizim insanların başa düşməsi üçün, bilməsi üçün hansı formada çalışırsınız? Ümumiyyətlə, bu proseslər biznes məqsədlərindən asılı olaraq dəyişir. Bugünə qədər biz belə dar bir qrupla, hansı ki, korporativ dediyimiz müştərilərlə biz bunu məşğul olmuşuq deyə. El arasında B2B desək buna. Bəli, el arasında. Daha cool adı ilə desək. Bəli. Hal-hazırda B2C, yəni retail və fərdi pərakəndə alıcılara fokuslu bir biznes prosesi yeridirik. Yəqin ki, yaxın 3 ay ərzində, yəni bütün media kanalları vasitəsilə, elə bugün sizin vasitəsilə necə başlayırsa, bu şəkildə davam edərək, bütün fərdi alıcılarımıza fokuslu artıq məlumatlandırma, məhsulun tanıdılması və onun xüsusiyyətləri ilə bağlı məlumatlar geniş şəkildə veriləcək. Bugünü bir başlanğıc kimi düşünə bilərik. Çünki yenə dediyim ki, biznes məqsədi daha öncə korporativ, bugünsə fərdi alıcılar fokusludur. Artıq dediyim kimi bazarın bizim tikinti materiallar bazarlarına görə bilərlər, artıq belə müşahidə edə bilərlər. Yaxınlaşdıqları zaman onu toxuna, hiss edə və anlaya bilərlər. Və digər marketinq kanalları vasitəsilə, reklam kanalları vasitəsilə isə artıq məhsulun mənəvi tərəflərini, onlara qatacağı dəyəri, ümumiyyətlə bu mənəvi və maddi dəyərləri hiss edəcəklər.
belə maddi baxımından ilkin olaraq alternativlərlə belə fərdi müqayisə edilsə, belə bir qiymət fərqliliyi müşahidə olunur müəyyən dərəcədə. Biraz çoxdur qiyməti. Biraz. Aha. Çox deməyək. Biraz. Yumşaldaq. Yəni Dedim eşidilmədi yəqin. Biraz. Bu fərqlilik ümumiyyətlə bəzi məhsullar real time, yəni anında hiss edirsiniz. Hansı ki belə deyim, əlinizə alıb müqayisə etdiyiniz zaman qiyməti görürsüz. Bizim məhsullarsa gələcək yatırımlı, yəni investisiya edilmiş geri dönüşlü bir məhsuldur ki, bu gün xərclədiyiniz vəsaiti önümüzdəki nə bilim tikinti prosesi bitdikdən və yaşadığınız müddətcə kommunal xərclərə qənaət edərək və yaxud da tikinti zamanı düzgün hesablamalar edərək anında zaten qabağa düşürsüz. Yəni son nəticədə hansı ki digər alternativ hörgü materiallarını götürüb onun üzərinə vuracağınız əlavə materiallar, izolyasiya materialları, onların daşınması, onlarda itkiyə gedən prosesləri hamısını nəzərə aldığınızda bizim məhsullar başa-başdır. Hətta bizim məhsul bir çox növündə qalınlıq məsələsinə görə hətta uğurludur, daha deyim sizə. Real anında yaşadığımız uğur budur. Uzun müddətdə isə, yəni ona hesab etsək, zaten digər hörgü materiallarından, digər tikinti materiallarından rahat 40-50% ucuz olduğunu özünüz hiss edəcəksiniz. Az öncə toxunduğumuz məsələ kommunal xərclərə qənaət məsələsi. Bu çox belə yaralı mövzudur məncə bu günlərimiz üçün. Bu qaz və enerjinin son günlər hər kəsdə yaratdığı belə bir çəkilər əvvəlində bəli belə bir şok hissi var idi hətta bu qısa period əvvəl. Biz bunu müşahidə etməyəcəyik. Çünki düşünün evinizdə istilik təchizatını verən kombilərdir və digər alternativlər, kondisionerlər. Bunları yay aylarında, qış aylarında biz zaten 24 saat istifadə edirik bu günü. Amma bu daşın özəlliyi odur ki, 24 saat etmədən onlara fasilə verə bilərsiniz. Atıram, günün yarısını, 4 saatını, 3 saatını onlara istirahət verə bilərsiniz. Bu müddətdə isə evinizin temperaturu itməyəcək. Bu daşın özəlliyidir. Bu təcrübədən keçib, Əlbəttə. siz nəyə əsasən bunu deyirsiniz? Yəni özünüz bunu test eləmisinizmi, yoxlamısınızmı? Əlbəttə ki, yəni düşünün bir əsrlik bir məhsuldur və Avropa kimi, yəni belə onlar daha bu mövzulara konservativ olduğunu düşünürəm. Rusiya kimi soyuq belə bir ölkə deyək. İqlimi olan belə. Bəli, soyuq iqlimi olan bir ölkədir. Düşünün ki, orada hal-hazırda bazar payının 40-50%-ni bu məhsul təşkil edir. İki xüsusiyyətinə görə. Bu qənaət məsələsinə görə və təbii ki, izolyasiya məsələsinə, termoizolyasiya məsələsinə görə. Və ümumiyyətlə günümüzdə Türkiyə bizə ən yaxın hər mənada, yəni iqtisadi baxımından, belə insanların mental yanaşması baxımından Türkiyə, onlar belə bazar payında hal-hazırda 35-40%-ə yaxın qazabeton məhsuluna üstünlük verirlər. Sırf bu məhsullara, bu üstünlüklərə görə. Bunun beynəlxalq bir standartı varmı? Yoxsa hər ölkədə bir cür, bir keyfiyyətdə istehsal olunur? Yəni ümumiyyətlə bu qazbetonun keyfiyyətlisi və keyfiyyətsizi olurmu? Məsəl üçün biz maşın üçün hər hansısa bir ehtiyat hissəsi almağa gedəndə 2 dənə versiya təqdim edirlər bizə. Bir orijinal, bir də orijinal olmayan, məsəl üçün Tayvanın məhsulunu. Ona görə soruşuram. Yəni bunun da orijinalı və orijinal olmayanı olurmu? Əslində bunun resepti və istehsal prosesi standartdır. Dünyanın istənilən ölkəsində. Bugün beynəlxalq bazarda, yəni hegemon, dominant olan ölkələr var. Məsələn, bunun başında Türkiyə, Almaniya və s. gəlir. Bugün getsək, reseptimiz eynidir. İstehsal prosesi də eynidir, hər şey eynidir. Amma daxildəki komponentlər var. Bildiyiniz o xam mallar var, təbii xam mallar, 6 komponentdir. Yəni bu komponentlərin hansınsa keyfiyyət problemi ola bilər. Bu ölkələrə görə dəyişir. O həmin ölkələrin xam mal bazası ilə əlaqəlidir. Şükür ki, bayaq dediyimiz kimi, yəni ölkəmiz bizim üçün bir nemətdir. Buradakı xam mal bazamız yetərincə keyfiyyətli və uğurludur. Və bizim üstünlüyümüz region ölkələrinin çoxsundan üstünlüyümüzə vardır. Yəni bu səbəbdən irəli gəlir. Bunu da önləmək olur. Bu istifadə edilən komponentlərin hər biri istehsaldan öncə zaten bir laboratoriya müddəti keçir. Öncədən test edilir, keyfiyyətləri belə kənardan seçmə üsulu ilə xam mal seçilərək ümumi təyinatı. Orada rütubətlilik, sıxlığı, nəmliyi, quruluğu, bərkimə dərəcəsi təyin edilir bütün komponentlərin. Ona görə də təbii ki, heç bir istehsal xətasız deyil. Bu hər şeyə aiddir. Elektronikaya da, qidaya da və s. da hər zaman itkilər olur. 3-5% itki normal sayılır. Amma hər şey eynidir, yəni dünyanın arasına getsəz. Üzrəm, sualınıza cavab verə bildim. Əlbəttə. Yəni mən həm də onu soruşmaq istəyirdim ki, insan gedib, yəni bu dəqiqə bizdən eşitdi, getdi qazbeton axtarmağa. Tapdığı yerdə əmin olacaq ki, o sizin istehsaldır və ya keyfiyyətli istehsaldır. Bazara nəzarət var da keyfiyyət baxımından. Bayaq toxunduğumuz söhbətimizin başında
bizim daha belə ikinci bir üstünlüyümüz deyək ki, bazarda hal-hazırda bizim məhsullarımız kütləvi yayılıb. Aha. Şirkət olaraq sadəcə biz varıq, belə deyək. Var, yeni yaranan şirkətlərimiz də var, amma 90% hal-hazırda bizim məhsullar hər yerdə. Ona görə də yaxınlaşdıqları, belə hiss etdikləri, gördükləri qazabeton məhsulu Qobuston şirkətinin olmasına əminliklə, yəni daxilində əmin ola bilərlər. Yoxlama şansları da var, heç bir problem deyil. Sosial şəbəkələrimizdə, əlaqə nömrələrimizdə bizi tapma şansları çox yüksəkdir, yəni. Danışır biznes. Showroom varmı? Yəni insanlar gəlib harda sizin məhsullara fiziki olaraq toxuna bilərlər və yaxud da ki, varmı belə bir otaq? Mən uşaqlarla gəlim, uşaqlara deyim, siz keçin olursa otaqdan qışqırın. Görüm səsinizi eşidirəm yoxsa yox. Bunlar varmı və ümumiyyətlə gələcəkdə bu barədə düşünürsünüz? Hal-hazırda bunun üzərində çalışırıq. Mövcud vəziyyətdə bizim hal-hazırda satış nöqtələrimiz var. Bu mövcud vurğuladığımız kimi tikinti bazarlarında. Amma yəqin ki, önümüzdəki ayın sonuna doğru bütün bu imkanlar, hansı ki məhsulumuzu özünüz ekskursiyalar təşkil edəcəyik zaten, qonağımız olaraq bu media nümayəndələrinə, marketinq nümayəndələrinə, iş adamlarına, tələbələrə, fiziki olaraq hər şeyə, hər kəsə üzr istəyirəm, qapımız açıq olacaq və xüsusi ekskursiyalar əsasında həm istehsal prosesimizi, həm məhsullarımızı, onların istifadə xüsusiyyətini, təyinatını, kimə hansı informasiya lazımdırsa çox rahat şəkildə əldə edə biləcəklər. Günü bu gün də əslində bizim ekskursiyalarımız aktivdir. Hətta bu gün səsimizi eşidən hər kəsə də qonağımız ola bilər. Zavodumuz Qaradağ ərazisində yerləşir. Orada sadaladığınız hər şey var. Yəni otaqlarımız var, eksperimentlərin keçirilməsi üçün şəraitimiz də var ki, az öncə saydığımız, indi hətta toxunmadığımız bir məsələ var, yanğına davamlılıq. Amma səs izolyasiyadır, termoizolyasiyadır, ekoloji təmizlik məsələsi, tərkibi, bunların hamısının əyani olaraq göstərdiyimiz, yəni zavodumuzda laboratoriya şəraitimiz var. Yəni, çox rahat şəkildə qonağımız ola bilər, övladlarınızla şəxsən bunu yerində müşahidə edə bilərsiniz. Bir də orada yanğın məsələsi var. Hansı ki, belə ağırlı mövzudur. Zamanında biz də yaşamışıq ölkəmizdə. Ümid edirik ki, bir daha yaşanmaz belə şeylər. Yanğın materiallarda, tikinti materiallarında yanğına davamlılıq və yanmamaq xüsusiyyəti kateqoriyalara bölünür və çox önəmlidir. Ən yüksək klass deyək, sinif A1 sayılır, A klassda A1 deyilir. Bizim məhsullar yanmama dərəcəsinə görə, yəni 1200 dərəcə temperatura dözümlü. Təsəvvür edin 240 dəqiqə, yəni 4 saat müddətində 1200 dərəcədə bu materiallar dayana bilir, yanmır, zədələnmir. Yəni uzun ömürlü, yəni bu unlimited deyil, yəni limitsiz olaraq davam etməyəcək. Təbii ki, bir 4 saatdan, 3 saatdan, yarımdan sonra artıq zədələnmələr başlayacaq. Yanma nəticəsində. Bəli, ona kimi yəqin yanğın söndürənlər gələr. Təbii ki, yəni düşünün 1200 dərəcədən gedir söhbət. Yəni, bu istiliyi də əldə etmək asan deyil. Əlbəttə. Bu əsas üstünlüklərdən biridir. Hətta sizə deyim ki, Avropa və ümumiyyətlə bu mövzuda daha konservativ olan, təhlükəsizlik, safety məsələlərinə önəm verən ölkələrdə əsas prioritet budur bu dəqiqə. Yəni ona görə də üstünlük verilmə səbəblərindən biri budur. Yəni deyim sizə. Yaxşı, onda biz reklamlarda görürük, eşidirik, MTK-lar yaxşı çağırışlar edirlər. Sizin komfortunuz, yəni bizə müraciət edirlər də, sizin komfortunuz, təhlükəsizliyiniz filan. Amma gəlib o MTK-nın binasına baxanda əllə bir tıqqıldadırsan, görürsən kərpicdir. Niyə bizim komfortumuzu, təhlükəsizliyimizi düşünürlərsə, onda bunlardan çox istifadə olunmur, yəni sizin məhsullardan. Mən sadaya cavab verməmişəm, əvvəl mən sənə deyim, qardaş, bu premium mənzillər var, hansı ki tikirlər, deyilik ki, Qobustandan istifadə edilir və s. və ilax. Əslində onlar premium mənzil, heç, okey, bunu qoydum da, indi bu başqa zamanın söhbəti. Bunu demirəm, hə. Məsələ ondadır ki, bir var ağıllı tikirsən binanı, bir də var ki, hələ konservativ olaraq dədə-baba qaydasında tikirsən. Yəni öyrəşmişik də, bir kərpic gəlməlidir, qırmızı rəngi olmalıdır. Yaxşıdır, çiy kərpic gəlir. Bütün bunlar. Amma mən düşünürəm ki, bax indi Saray da sözün açığı burada məndə həvəs yaratdı. Mən düşünürəm ki, hətta insanlar evlərini belə təmir edəndə bu daşla mütləq məncə istifadə etməlidir. Çünki əgər Sarayın dediyi kimi hansı ki təsdiq tapıram, bir də atam ki, bunu mən demirəm, şirkətin marketinq direktoru deyir. Yəni bütün bu qənaətlərə necə deyərlər, biz gələ bilərik. Yəni istərsə işıq bulu və s. və ilax. Sadəcə deyim ki, mən belə başa düşdüm ki, ağıllı insanlar üçün seçimidir. Biraz qiymət fərqi var. Ondakı əgər sən başa düşsən ki, növbəti mərhələdə bunu kompensasiya eləyəcəksən, niyə də o keyfiyyətli məhsuldan istifadə eləməyəsən?
Yəni qiymət biraz elə bir mövzudur ki, müzakirə olunan mövzudur və ümumiyyətlə qiymət hər şeyin sondakı müzakirə olunmalı məsələdir. Hansı ki bizim biraz yəqin ki böyümə tərzimizdən, mental məsələlərdən ilk prioritet qiymət olur hər zaman. Amma bunun qatdığı dəyərlər, ümumiyyətlə söhbət sadəcə bizim biznesə aid deyil. Ümumiyyətlə hər bir sahədə qiymət sonda müzakirə olunan və elastik məsələdir. Bizdə biraz belə çox önəm verilir, xüsusən industrial sənaye sahələrində, hansı ki buna biznes baxımından yanaşsaq, bizdə təəssüf ki hal-hazırda o belə deyim, formalaşma gedir. Yəni məsələlərə, bizneslərə yatırım olaraq baxmaq, bunun geri dönüşünü illər ərzində almaq. Biraz belə bir keçid dövründəyik də ticarətdən biraz da Yəni inovativ dönəmə, səmimi danışıq belə bir biz dönəmdir. el arasında long term investment'ı sevmirik. Daha çox qısa olaraq investisiyanı sevirik. Yəni nə edək? Gedək yəni birləşək pendir zavodu açaq tikək. Yəni bu niyə tikirsən? O da 3 milibir. Yəni sadəcə pulumuz var. Short term anında geri dönüş istəyirik. Yəni biraz Hə, anında. Yəni bəlkə soğan əksəydin daha tez götürərdin ha pulu. Yəni bu məsələ də var. Okay. biz məsələn egoist deyilik bu mövzuda. İstəyirik ki bazarda yəni rəqiblərimizin sayı artsın. Sadəcə biz buna rəqib deyilik əslində. Çünki bu dəqiqə alternativ istehsalçılar, yəni bir məhsul istehsalçıları en qədərdir. Bu yaxşıdır. Bazar payının çox olması, istehsalın kütləviləşməsi, insanların daha sürətli məhsul tanıması və informativ olması nəticədə tələbatın artmasına və dolayısıyla istehsalın güclənməsinə, bu isə ən son nəticədə mayə dəyərinə təsir edəcək faktordur. Biz bunun tərəfindəyik. Hətta təşviq də eləyə bilərik, kömək də eləyə bilərik, necə istəyirsə kimsə yol da göstərə bilərik. Yetər ki bazarımızda bu məhsulun, istehsalçılarının sayı artsın. Amma bir məsələ də vardı. Gərək satan çox olsun ki, onun sayı da artsın. Siz Bəli, eyni mövzudur. Bəli. necə stimullaşdırırsınız? Məsəl üçün mənim bir böyük inşaat mağazam var. Bəli. Orada mən bu məhsulu sata bilərəm. Amma kərpici satmaq mənim üçün daha çox maraqlıdır. Çünki oradan daha çox gəlir qalır da sənə. Yəni marjası daha çox. Ay sağ ol. Burada stimullaşdırmaq üçün bu mağazaları, dükanları nə düşünürsüz? Necə eləmək olar? Yoxsa nə edirsiniz? Bu marja məsələsi belə çox dəqiq deyil. Yəni necə? Biraz individual yanaşılan məsələdir. Ümumi götürdükdə isə bizim məhsullar daha çox qazanc verir, yəni gəlir gətirir. Həm bizə, həm də təbii ki bizim partnyorlarımıza. Çünki istehsalçı olaraq istehsalçıların hər zaman mövqeyi satıcılarını qorumaqdır. Bu şəbəkəli bizneslərin hamısına aiddir. Yəni söhbət satış şəbəkələri olan bizneslərə aiddir. Burada bir qiymət siyasəti var. Burada hər satıcının qorunması məsələsi var. Biz ümumi qiymətin monitorinqini edirik. Və bizə gələn sorğuları, hansı ki fərdi alıcılar, bəzi korporativ alıcılar, biz onları həmin o satış nöqtələrimizə yönləndiririk. Yəni bu əslində birinci bizim necə müasir və belə qoruyucu yanaşmamızı göstərir. Çünki bizə maraqlıdır şəxslər, maraqlıdır mağazalar. Yəni biz əksinə onların dövriyyələrinin artması, onların satış həcmlərinin artması üçün çalışırıq bu dəqiqə. Bu isə təşviqin əsas roludur məncə. Və düşünün ki, bizim satış nöqtələrimiz illərdir bizlə loyal şəkildə davam edirlər. Bu aramızdakı politika deyək də siyasətin, yəni düzgün yeritdiyimiz siyasətin nəticəsidir. Çünki artıq biz dostlaşırıq bir müddətdən sonra. Hər kəsin ali məqsədi gəlir qazanmaq deyilmi? Budur. Qarşı tərəf qazanır, biz qazanırıq və real time gəlirlər daha çox hiss olunur burada. Məsələn, alternativlərdə belə qaba dildə desək, barter məsələləri var. Alınıb ödənişin bir müddət sonra edilməsi məsələləri var. Bizdə cari vəziyyətdə, yəni təbii ki, bunlar hələ ki yoxdur. Yəni sürətli şəkildə hiss edirik hər şeyi. Maliyyə dövriyyəsini, alışların anında baş verməyini. Ona görə də stimullaşdırma məsələsində isə gəliri bizim partnyorlarımız və yaxud da yeni partnyor olmaq istəyən satış nöqtələri, şəxsləri, sahibləri oturub anında bizlə cədvəlimiz var zaten, onlara individual. Çünki bu topdan qiymət fərqlidir, pərakəndə qiymətimiz fərqlidir və korporativ qiymət fərqlidir. Ki son nəticədə bizim qazandığımız dəyəri, yəni daha doğrusu maliyyə qazancını bizim tərəfdaşlarımız da qazansın. Bu biznes yalnız bu şəkildə inkişaf edə bilər. Qazanacaqsınız, qazanacağıq. Yəni məsələ budur. Bax belə. Bəli. Biz nə qədər qazandıq bu günləri, Rəhman? Gəl onu hesablayaq. Səsi sonra çıxacaq. Səsi sonra çıxacaq. Bax belə əziz dostlar, təşəkkürlər Saday və xatırladaq bir daha ki qonağımız
Qobuston şirkətinin marketinq direktoru Əliveciv Sada idi və biz maraqlı tikintinin tərəflərə toxunduq. Ümumiyyətlə maraqlı söhbətlərimiz oldu. Xatırladaq ki, bizi dinləməyənlər və ya yarıda dinləyənlər çox rahatlıqla verilişimizin Avto FM-in YouTube səhifəsində və o cümlədən Instagramın tam vaxtı səhifəsində də çox rahatlıqla baxa bilərlər. Verilişimizin baş sponsoru ABB-dir, əziz dostlar. Bunu yaddan çıxarmayın, 012 937 bu ABB-nin nömrəsidir. ABB-CFX-Bank.az saytına daxil olub, hələ yerindəcə onlayn kredit əldə etmə imkanınız var və yaxud da ki, istərsəniz debit kartlarını da çox rahatlıqla internet vasitəsilə sifariş edə bilərsiniz. Proqramın sponsoru isə Superfondu 051 205 88 88 Superfonun nömrəsidir. Superfon.az saytına da daxil olmaq imkanınız var. Və salam, bugünlük efirimizi burada yekunlaşdırırıq. Və yaddan çıxarmayın ki, sabahları seyfdə 100 manat məbləğdə pulla başlayırıq. Əlbəttə, diqqətiniz bizdə olsun Avto FM-də. Görüşərik, hələlik. Danışır biznes.